Təşəkkür edirəm, hörmətli xanım sədr, hörmətli həmkarlar, media nümayəndələri, hökumət nümayəndələri. 2026-cı ilin dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik üzrə 8 milyard 714 milyon manatlıq xərclər, xüsusi çəkisi büdcədə 21% təşkil edir. Azərbaycanın daxili sabitliyini, müdafiə qabiliyyətini və regional təhlükəsizlik siyasətini gücləndirməyə yönəlib. Bu rəqəm 2025-ci illə müqayisədə 319 milyon manat çoxdur. 2026-cı il üçün təhlükəsizlik büdcəsinin artırılması məsələsi bugün müzakirə etdiyimiz ən vacib istiqamətlərdən biridir. Bu qərar təkcə maliyyə məsələsi deyil, eyni zamanda Azərbaycanın müasir təhlükəsizlik konsepsiyasının reallığa uyğun yenilənməsi deməkdir. Cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan regionun ən güclü dövlətlərindən birinə çevrilib. Lakin bu gücü qorumaq, möhkəmləndirmək və gələcək nəsillərə ötürmək üçün təhlükəsizlik sahəsinə investisiya artırılmalıdır. Biz elə bir dövrdə yaşayırıq ki, təhlükəsizlik anlayışı artıq yalnız sərhədlərin qorunması və ya hərbi müdafiə ilə məhdudlaşmır. Bugün təhlükəsizlik həm də informasiya müharibəsi, kiber məkanda müdafiə, enerji və kommunikasiya infrastrukturlarının qorunması, ictimai sabitliyin və daxili əsayişin təminatı deməkdir. Hörmətli həmkarlar, azad edilmiş torpaqlarda bərpa və yenidən qurma prosesi artıq geniş vüsət alıb. Bu ərazilərdə minalardan təmizləmə, təhlükəsizlik infrastrukturunun qorunması, polis və fövqəladə xidmətlərin formalaşdırılması davam edir. Hər bir qayıdan vətəndaşın təhlükəsizliyi dövlətin bir nömrəli vəzifəsidir. Bu isə yalnız kifayət qədər maliyyə dəstəyi ilə mümkün ola bilər. Digər tərəfdən, dünya miqyasında müşahidə olunan geosiyasi gərginliklər, regionda baş verən hərbi siyasi proseslər, Ermənistanın bəzi dairələrinin hələ də revanşist meyilləri təhlükəsizlik məsələlərinə daha çevik və çevrəli yanaşmağı tələb edir. 2026-cı ildə təhlükəsizlik büdcəsinin artırılması, həm də kiber təhlükəsizlik, sərhəd mühafizəsi, xüsusi xidmət orqanlarının texniki təchizatının yenilənməsi, daxili təhlükəsizlik və fövqəladə hallar sistemlərinin gücləndirilməsi istiqamətində atılacaq real addımlar üçün hüquqi və maliyyə bazəsi yaradılacaq. NATO standartlarına uyğun olan hərbi birləşmələrin yenidən qurulması, eyni zamanda keçiriləcək təlimlər üçün çox mühüm addımlar atılır və buna da maliyyə vəsaiti ayrılır. Eyni zamanda bu artım müdafiə sənayesinin inkişafına, yerli istehsalın genişlənməsinə, milli texnoloji potensialın yüksəlməsinə xidmət edəcək. Biz artıq silah və sursat ixal edən yox, müəyyən sahələrdə ixrac potensialı yaradan bir dövlətə çevrilirik. Unutmamalıyıq ki, təhlükəsizlik iqtisadi inkişafın, sosial rifahın, vətəndaş məmnunluğunun və dövlətin sabitliyinin əsas təminatıdır. Təhlükəsizliyin zəiflədiyi yerdə nə iqtisadi tərəqqi, nə də sabitlik mümkündür. Hörmətli həmkarlar, deməli təhlükəsizlik büdcəsinə əlavə vəsait ayrılması dövlətin maliyyə yükünün artırılması deyil, əksinə millətin təhlükəsizlik gələcəyini qoyulan sərmayədir. Bu sülh məsələsidir. Bu baxımdan 2026-cı il təhlükəsizlik büdcəsinin artırılması tam şəkildə dəstəkləyir və hesab edirik ki, büdcə dövlətimizin müstəqilliyini, sabitliyini və suverenliyini daha da gücləndirəcək. Hörmətli həmkarlar, büdcənin müdafiə və milli təhlükəsizlik xərcləri və eyni zamanda ümumilikdə Azərbaycan Respublikası 2026-cı il dövlət büdcəsi komitəmizdə müzakirə edilib və yekdilliklə plenar iclasın birinci oxunuşuna tövsiyə edilmişdir. Səs verməyinizi xahiş edirəm, diqqətinizə görə minnətdaram.